İzləyicilərimiz, hər birinizi xoş gördük. O ki, deyirdiniz ki, şəxsi ev, özdə ideal ərazi. Hörmətli izləyicilərimiz, 3 sot torpaq sahəsində 3 otaqdan ibarətdir. İllərin evidir, həqiqətən də oturuşmuş evdir. İlerleyen dəqiqələrdə iç sahəsinin təqdimatını edəcəm. Arxasına keçmək olur, bu gördüyünüz yanısından arxasına keçmək olur. Həyətində bar verən meyvə ağaclarından istifadə olunur. Evdə hal-hazırda yaşayış yoxdur. Həyətində sanitar qovşağına kimi var. Bütün kommunallar var, sayğaclar var, mərkəzi kanalizasiya sistemi. Həyətinə də rahat şəkildə 5-6 avtomobil daxil ola bilər. Qapısına can asfaltdır. Plus marşrut xəttinə baxın dəyərli izləyicilər. Birbaşa 569 nömrəli marşrut xətti bu hissədən keçir. Marşrut xəttindən maksimum 50-60 metr məsafəsi var. Keçək evimizin iç sahəsinin təqdimatına və yan hissəsini də göstərim sizə. Sonra bəzi izləyicilərimiz deyəcək ki, arxaya keçmək olmur. Baxın, arxa hissəsinə rahat şəkildə keçmək olur. Daxil olaq evimizin əsas yaşayış olan hissəsinə. Bunu da xatırladım ki, birbaşa Duz gölünə görünüşü var, onu izah edəcəm. Siz zəmiyə baxın, dəyərli izləyicilər. Rahat şəkildə bütün əşyaları yerləşdirmək olur. Bu hissədə belə bir teras hissəsi var. Baxın, bu da bir otaq sayılır demək olar ki. Yay üçün, hələ qış üçün də uyğundur oturub durmaq üçün. Hündür əraziyə baxın, birbaşa Duz gölünə görmüş. Hündür ərazi, Novxanıya kimi, dənizə kimi görsənir. Hündür bir ərazi, qapısına kimi asfalt. İstədiyiniz ev budur. İnternetdə kim var, hal-hazırda yaşayış yoxdur. Evdə illərin evi olduğuna görə sadəcə mənim fikrimcə evdə bir tək döşəmənin belə deyim, laklanmasına ehtiyac var. Əgər laklanma istəməsəniz, laminat döşəyə bilərsiniz. Çünki qiymət çox gözəl qiymətə təklif olunur. Bura yataq otağından birincisi. Ölçülərə baxın, həqiqətən də şəxsi ev budur. Pəncərələr dəmir barmaqlardan hafizə olunub. Bura növbəti yataq otağı, maşallah. Bu genişlikdə otaq hələm evdə olmur. Kondisioner var, o da evdə qalacaq. Çıraqlar da qalacaq. Alıb kiraya da rahat şəkildə verə bilərsiniz. Bura növbəti otaqdır. Dəyərli izləyicilər, otaqların demək olar ki, razmerləri hər birisi eynidir. Amma nisbətən bu otaq daha geniş olduğuna görə bu otaq qonaq otağı kimi nəzərdə tutulub. Burada yerləşir sanitar qovşaq. Cütdaşdan inşa olunub, dəyərli izləyicilərimiz. Burada isə mətbəx yerləşir. Belə bir mətbəxi var, kanallar hər birisi mətbəxdə mövcuddur. Hörmətli izləyicilərimiz, 60.000 manata təklif olunur. 3 sot torpaq sahəsində bu gün bu ərazidə torpağın rəsmi sənədli torpaq 20.000 manata təklif olunur. Real müştərilərdən qiymətdə cüzi razılaşmaq olacaq. Və xatırladım ki, sənəd soruşacaqsınız. Sənəd, belə deyim, müqavilədir. Yəni ki, torpağın sənədi yoxdur. İstəsəniz sənəd çıxartdıra bilərsiniz. Digər qonşu, onda da sənəd yox idi, o sənəd çıxartdırdı. İstəsəniz sənəd də çıxartdıra bilərsiniz adınıza. Kommunalların addan ada keçiriləcək. İstəsəniz evin eşsiz layihəsi də verilə bilər. Yəni ki, heç kim sənə heç nə deyə bilməz, gəl gir yaşa. Əlaqə nömrəmiz 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Həqiqətən də dursa sabahları cüzi miqdarda xərc çəkib bu torpağa sənəd alsanız, demək olar ki, evi torpağın qiymətini almış olursunuz. Bir daha izlədiyi üçün hər birinizə təşəkkür edirəm.